NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilər. Bu barədə NATO Hərbi Komitəsinin sədri bildirib. Onun sözlərinə görə NATO hazırda birbaşa rol oynamır, lakin ayrı-ayrı ittifaqlar bu proseslərə, bu tədbirlərə qoşulur. Onlar qüvvələrini əraziyə yaxınlaşdırırlar artıq. Bu barədə mövzunu siyasi şərhçi Müşfiq Abdullah ilə birlikdə müzakirə edəcəyik. Salam Müşfiq müəllim, xoş gördük. Eşidirsinizmi bizi? Salam Sinər. Müşfiq müəllim, NATO ölkələri Hörmüz boğazındakı əməliyyata qoşula bilərmi? Ümumiyyətlə bu barədə sizin proqnozlarınız nədir? Bilirsiniz ki, mart və aprel aylarında, yəni müharibənin qızğın vaxtlarında ABŞ prezidenti Donald Trump bir neçə dəfə NATO ölkələrinə müraciət etsə də kömək üçün, yəni İrana qarşı birgə hərbi əməliyyatlarda iştirak etmək üçün NATO buna müsbət cavab vermədi və imtina etdi. Hətta NATO'nun baş katibi Mark Rutte ilə aparılan müzakirələr belə nəticə vermədi. Ona görə də Donald Trump NATO'dan çıxmaqla hədələdi, gah təşkilatı, gah Ukraynaya silah verməyəcəyindən hədələdi, silah embargosundan hədələdi. Yəni bu iki tərəfli münasibətlərdə bir soğuqluğa gətirib çıxartdı. Bu baxımdan indi NATO'nun Hərbi Komitəsinin rəisinin belə bir açıqlama verməsi təşkilatın, alyansın mövqeyində dəyişiklik kimi qiymətləndirilə bilər. Lakin hesab edirəm ki, burada daha çox bu prosesə informasiya müharibəsinin bir tərkib hissəsi kimi baxmaq lazımdır. Fikir verirsinizsə, orada Hərbi Komitənin rəisi müəyyən şərtlər qoyur. İran tərəfə müəyyən mesajlar bildirir ki, həmin şərtlər yerinə yetirilməsə, o zaman NATO bu prosesə hərbi əməliyyatlara qoşula bilər. Söhbət hansı şərtlərdən gedir? Şərtlər aydındır. Yəni, Donald Trump şərtləri açıqlayıb. Bunlar əsasən ilk növbədə Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı, yəni zənginləşdirilmiş uran ehtiyatının təhvil verilməsi məsələsidir. Lakin indiki şəraitdə Amerika Birləşmiş Ştatlarının deməli atəşkəsin intensiv şəkildə pozulmasına baxmayaraq ayrılıqda hərbi əməliyyatları bərpa edəcəyini və müharibəni təzədən başlayacağına mən inanmıram. Çox güman ki, Amerika Birləşmiş Ştatları, siz özünüz də görürsünüz ki, Ağ Evin fövqəladə vəziyyət otağında aparılan hər müzakirədə Donald Trump qərar vermədən çıxır. Və çox güman ki, Amerika Birləşmiş Ştatları indiki situasiyada çalışır ki, atəşkəsin müddətini uzatsın və bu prosesin seçkiyə qədər uzadılması, yəni noyabrın 4-də konqresə keçiriləcək aralıq seçkilərə qədər uzadılması ehtimalı böyükdür və çalışır ki, atəşkəs davam etsin. Seçkilərdən sonra isə, yəni ilk növbədə Donald Trump üçün prioritet məsələ bu seçkilərdir və o reytingini bərpa etmək, respublikaçıların seçkilərdə qələbəsini təmin etmək və neftin və Amerika Birləşmiş Ştatlarında benzinin və sənaye məhsullarının ucuzlaşması haqqında düşünür. Yalnız ondan sonra, yəni seçkilərdən sonra İrana qarşı bir hərbi əməliyyatların başlayacağı mümkündür. Hətta NATO'nun da bu prosesə qarşı, bu prosesdə iştirakı istisna olunmur. Ancaq indiki, onu da deyək ki, Hörmüz boğazındakı indiki 38 günlük müharibədən sonra formalaşmış status quo da Amerika Birləşmiş Ştatlarını qane etmir. Ona görə də NATO Hərbi Komitəsinin rəisinin bu açıqlaması daha çox hesab edirəm ki, Donald Trump'ın əlini gücləndirən və diplomatik masada İrana təzyiq məqsədi daşıyan bir mesajdır. Bir xəbərdarlıq mesajıdır, informasiya müharibəsinin ona görə deyirəm ki, tərkib hissəsi kimi baxmaq lazımdır və NATO'nun da bu prosesə qoşulması mümkündür. Çünki biz nəzərə almalıyıq ki, Amerika Birləşmiş Ştatları və NATO ölkələrinin Fars körfəzi regionunda müharibə aparmaq təcrübəsi var. Birgə hərbi əməliyyatlar, birgə blokada həyata keçirmək təcrübəsi var və 1990-cı il avqustun 6-sında Birləşmiş Millətlər Təşkilatının deməli Təhlükəsizlik Şurasının 661 sayılı qətnaməsinin qəbulundan sonra İraqa qarşı keçirilən blokada və hərbi əməliyyatlarda ondan sonra
xüsusilə də Britaniya və Fransa daxil olmaqla NATO ölkələri aktiv iştirak etmişdi. Küveyt məsələsində o Amerika Birləşmiş Ştatlarına dəstək vermişdilər və ondan sonra 32-ci və 36-cı paralellərdə yaradılan deməli blokadadan sonra İraq ərazisində həmin ərazidə Amerika Birləşmiş Ştatları, Britaniya və Fransa iştirak edirlər. Bax bu baxımdan da eyni prosesi nə vaxtsa İrana qarşı tətbiq edə bilərlər. Ona görə də hazırda Hörmüz məsələsində NATO'nun xəbərdarlığı daha çox İranı Hörmüz məsələsində rüsum toplamaqdan və Hörmüzə qarşı Hörmüz boğazına qarşı ərazi iddialarından çəkindirmək məqsədi daşıyır. Aydındır. Müşfiq müəllim, digər bir məsələyə də istərdim münasibət bildirək. Uranın zənginləşdirilməsi məsələsinə. İran ABŞ prezidenti Trumpın zənginləşdirilmiş uran məsələsində Çinin köməyi ilə bağlı iddiasını təsdiqləmir. Bildirir ki, bu barədə heç bir danışıq aparılmayıb. Əslində məsələ necədir və bu məsələdə tərəflər hansı formada razılığa gələ bilər? Tərəflərin bu məsələdə razılığa gəlməsi əslində o qədər də indiki vəziyyətdə real görünmür. Çünki Amerika Birləşmiş Ştatları İranı deməli zənginləşdirilmiş uran ehtiyatını ölkədən çıxartmağa və ya Amerika Birləşmiş Ştatlarına təhvil verməyə İran tələb edir. İran isə bu məsələni özünün milli təhlükəsizliyinin tərkib hissəsi hesab edir və vermək fikrində deyil. Hətta İranın uran ehtiyatı, zənginləşdirilmiş uran ehtiyatını veriləcək ölkələr arasında gah Çinin adı çəkildi, gah Rusiyanın adı çəkildi daha çox və Rusiyanın BMT-dəki nümayəndəsi Nebenziyada müraciət etdi ki, biz həmin uran ehtiyatını qəbul etməyə hazırıq. Hətta bu yaxınlarda bir neçə gün öncə Qazaxıstanın da adı çəkilməyə başladı ki, bu ölkə köçürə bilərlər. Ancaq İran hesab edir ki, bu deməli 2013-cü il yanvarın 16-sında İranın ali lideri Ayətullah Seyid Əli Xameneyinin fətvası ilə imzalanmış deməli İranın nüvə silahına, kütləvi qırğın silahına qadağa qoyulması ilə bağlı məsələdə İranın mövqeyinə ziddir. Ona görə də İran bu məsələni vermək istəmir və deyir ki, biz bunu dinç yolla, yəni uranın zənginləşdirilməsini dinç yolla həll etmək istəyirik. Ancaq uranın zənginləşdirilməsi faktiki olaraq 3,67%-dən 60%-ə qədər qaldırılıbsa, o deməkdir ki, İran nüvə silahı əldə etməyin bir addımlığındadır. Üstəlik də İran onu da nəzərə almalıyıq ki, İranda bu yaxınlarda məlum olur ki, plutonium, xeyli zəhərli plutonium toplanır. Yəni, bu şəhər atom elektrik stansiyasında və onlar müqaviləyə uyğunlar Rusiya daşınmayıb. Və bu da kütləvi qırğın silahı əldə etmək üçün əlavə bir təhdid vasitəsi yaradır. Ona görə də hesab edirəm ki, bax bu məsələlər təcili MAQATE-nin nəzarətinə verilməlidir. Əks təqdirdə Amerika Birləşmiş Ştatları hərbi əməliyyatları başlamaqdan başqa əlavə yol tapmayacaq. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm fikirləriniz üçün və yayımıza bağlandığınız üçün. Bir daha qeyd edim ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Müşfiq Abdullah idi.